bəlkə də zamanınız ola bilər. Ancaq təcrübəniz yoxdursa, o zaman da boşa xərclənə bilər. Növbəti müştərimizin saytında redaktör icra edirik. Azərbaycan Endokrinolalar Cəmiyyətinin web saytıdır. Yeni videolar əlavə olunacaq. Multimedia səhifəsinə daxil oluruq. Burada video hissə var. Video yeni. YouTube səhifəsinə yeni videolar əlavə edəcəyik. Edit with Elementor. Həmişə kimi Elementor öz amplasındadır. Videomuz buradadır. Duplicate. Sağa doğru çəkirik. Qələm işarəsini klik edirik. Və bingo. Publish düyməsini klik edirik. Və publish olundu. Baxmaq istəyiriksə, buradadır. İndi bunu daha böyük eləmək olar. Bunun üçün nə edə bilərik? Burada Edit with Single Post yaxud da bu düyməni klik edəndə boxed yox, full layout. Bu da bəzən olur. Tam işə düşmür, amma qorxusu yoxdur. Qəti qorxusu yoxdur. Biz sadəcə Edit Single Post eləyəcəyik. Və Edit Single Postun köməyi ilə bura klik eləyəndə boxed olacaq, full width. Bəli. İndi full width olsa da sağı solu burada qapılarda işləməliyik. Bu şablona dəyişir. Hər şablonda bir cürdür. Məsələn, o Elementorun bir funksiyası hər şablonda bir cür özünü göstərsin. Default qoyuruq. Bunları yoxlamaq lazımdır. Çünki bəzən sadəcə kod biliyi deyil, təcrübə deyil. Sadəcə sadə bir hərəkət sizə nə etmək olduğunuzu göstərir. Delete elə, qalsın bu cür. 6 video əlavə oldu. Əlavə olmalıdır növbəti videolar. Növbəti videolarda buradan götürəcəyik.